Mən də sizləri salamlayıram və sesiyanın işinə uğurlar arzulayıram. Mən o insanlardanam ki, gerçəkdən 2013-cü ildə əsaslı dəyişikliyin, rejim dəyişikliyinin, hakimiyyət dəyişikliyinin olacağına inanan adamlardan biriyəm. Sual verə bilərsiniz, nədən? Əgər son bu bir ildə İctimai Palatanın ölkədə gedən proseslərin ictimai-siyasi təhlilini verib, belə bir qənaətə gəlmişəm. Təbii ki, 2013-cü il bizi ciddi sınaq ili kimi Azərbaycanın ən yeni tarixinə daxil olacaq. Müxalifəti, hakimiyyəti, cəmiyyəti, bütövlükdə dövlətin maraqları ciddi sınağa məruz qalacaq. Mən inanıram ki, bu sınaqdan biz nəhayət ki, üzü ağ çıxacağıq və uzun müddətdən bəri arzuladığımız real istəyimiz, yəni milli hakimiyyətimizin bərpasına, demokrasiyanın bərpasına, müstəqilliyin bərpasına, əməldə bərpasına nail olacağıq. Bu məsələdə təbii ki, 3 subyekt aparıcı rol oynuyor. Yəni bu dəyişiklik məsələsində. Bunlardan biri müxalifətin mövqeyi, ikinci hakimiyyətin mövqeyi və durumu, üçüncü cəmiyyətin, toplumun mövqeyi, dördüncü isə beynəlxalq ictimai rəyin, burada marağı olan dövlətlərin ölkədəki proseslərə münasibətidir. Mən 2 məsələ üzərində dayanmaq istəyirəm. Hakimiyyətin durumu ilə müxalifətin durumunu müqayisə eləmək istəyirəm. Hakimiyyət qeyri-müəyyən vəziyyətdədir. Hakimiyyət hətta öz daxilində özünün namizədini müəyyənləşdirə bilmir. Hakimiyyət beynəlxalq aləmdə gedən proseslərin, dünyada gedən ümumi proseslərin fərqindədir. İlham Əliyev hətta 3-cü dəfə özünün namizədliyini vermək barədə tərəddüd edir ki, beynəlxalq aləm ona qarşı çevrilə bilər. Daxili ictimai rəy ona qarşı çevrilə bilər. Və ona görə də hakimiyyət daxilində mövcud qruplar arasında bu dəqiqə çəkişmə və vuruşma gedir. Təbii ki, İlham Əliyev güya öz aləmində Rusiya modelini tətbiq eləmək istəyir, amma Putin'dən fərqli olaraq onun Medvedev yoxdur. O bu məsələdə yalnız və yalnız öz ailəsinin içində olan həyat yoldaşına, Mehriban Əliyevə inanır və o barədə düşünür, daşınır. Bu nədən irəli gəlir? Bu ondan irəli gəlir ki, bu hakimiyyət heç kimə inanmır. Əgər bu hakimiyyət bir kimsəyə inanmış olsaydı, İlham Əliyev öz oğlunun adına 75 milyon dollara Dubayda mülk alardı, bir başqa yaxın adamın adını alardı. Əgər bu hakimiyyət bir kimsəyə inanmış olsaydı, qızının adına Banş və yaxud da Soğdar qızıl mədənlərində qızının adına keçirərdi mi? Onu bir aparıcı o qurumda təqdim edə bilərmi? Bütün dünya bu istiqamətdə onlara qarşı dayanır. Bu nədən irəli gəlir? Bu rejim heç kimə inanmır. Bu rejim hətta Əliyevlərə, öz əmisinə, öz əmisi uşaqlarına, nə bilim kimlərə, Paşayevlər özlərinin lap yaxınlarına inanmırlar. Yalnız inandırları kimdir? İlham Əliyev Mehriban Əliyevə inanır, Mehriban Əliyev İlham Əliyevə inanır, amma aralarındakı hələ bilmək olmaz bu namizədlikdə nə olacaq və öz uşaqlarına inanırlar. Mən belə hesab edirəm ki, İctimai Palata bütün testlərdən keçib. Azərbaycan müxalifəti də, Azərbaycanın demokratik qüvvələri də bu 20 ildə bütün testlərdən keçib. Azərbaycan cəmiyyəti də bütün testlərdən keçib. Yalnız və yalnız indi yeganə bir testimiz qalıb. Biz bayaq Pənah bəy dediyi kimi şuurda bir olmuşuq. Baxışlarda bir olmuşuq, siyasi baxışlarda. Mövqelərdə bir olmuşuq. Biz nəhayət əməldə bir olacağıq. Biz meydanlarda bu əməli sübut edəcəyik. Biz bizdən kənarda olan bütün qüvvələri əməkdaşlıq eləməyə necə açıq olmuşuq, açıq qapı siyasətimizi geridəcəyik və nəhayət